Salam, hər vaxtınız xeyir olsun. Deməli, bu gün 4-cü sinifdən modul 6 dərs 1-i izahını verəcəm. Bu dərs deməli keçirilən mövzuların təkrarına aiddir və qısa bir dərs olacaq. Deməli, dərsdə ilk öncə belə bir sual var ki, alqoritm nədir? Yəni alqoritm məlum məsələdir ki, burada tərifi var. Tapşırığın həll edilməsi üçün icraçının sonlu sayda əməllərinin ardıcıllığını təsvir edən təlimatlar toplusudur. Yəni burada deməli hər hansı bir tapşırıq var. Bunu icra edən bir icraçı var və əməllər sonlu sayda olmalıdır. Məsələn, bir nümunə göstərsək, bir çox nümunə var. Məsələn, mən deyirəm ki, səhər yuxudan durub məktəbə hazırlaşana qədər olan proses və yaxud da qabları yumaq alqoritmi və yaxud da hər hansı bir yeməyin bişirilməsi alqoritmi. Bunlar hər biri alqoritmə nümunədir. Burada təbii ki, bu sonlu sayda əməllər var. Mən dediyim alqoritmlərdə. Çünki biz yeməyi bişirəndə orada müəyyən bir hissədən sonra artıq yemək bişib, sonunda yemək bişmiş olur. Və burada sonlu sayda əməllərin ardıcıllığı təsvir edilir. Bəs sonsuz sayda əməllər ola bilərmi? Sonsuz sayda əməllər təbii ki, ola bilər, ancaq bu alqoritm hesab olunmayasıdır. Məsələn, buna nə nümunə göstərə bilərik? Deyirəm ki, hər hansı bir ədədi 2 dəfə artıra get. Məsələn, 1 rəqəmini verirəm və deyirəm 2 dəfə artıra get. Məsələn, 1-i 2-yə vurur 2, 2-ni 2-yə vurur 4, 4-ü 2-yə vurur 8. Bu şəkildə bu sonsuz sayda davam edir. Çünki harda dayanacağını demirəm. Və məlum məsələdir ki, ədədlər sonsuz sayda olduğuna görə bu addımlarda sonsuz olasıdır və bu da alqoritm olmayasıdır. Çünki alqoritmdə əsas odur ki, addımlar sonlu olsun və çünki biz sonlu addımdan sonra hər hansı bir nəticəyə çata bilərik də, düzdürmü? Sonsuz addımın axırında hansı nəticəyə çatacağıq? Sonra burada icraçı var. İcraçı insan ola bilər. Məsələn, qab yumaq alqoritmində icraçı insandır ya da qab yuyan maşınımız varsa, həmin qab yuyan maşın, yəni buna robot gedir. Budur. Və yaxud da məsələn, hər hansı bir misalı hesablayırıq. Bu zaman misalı hesablayanda icraçı kimdir? Şagirddir. Ya da tutaq ki, bizim evimizdə robot toz soranımız var və bizim əmrlərimizə uyğun otağı silir, təmizləyir. Burada da icraçı həmin robot toz soran olacaqdır. İcraçı, yəni ki, o alqoritmi icra edən deməkdir. Yəni bu insan olmaq məcburiyyətində deyil. İnsan da ola bilər, heyvan da ola bilər, robot da ola bilər. Bizim məsələn adi spraytımız özü belə nədir? İcraçıdır. Sonra alqoritmi necə yazmaq olar? Yəni yazılış formasından söhbət gedir. Burada da deyilir ki, alqoritm 3 formada yazılır. Deməli, mətn şəklində. Mətn məlum məsələdir ki, söz deməkdir. Yəni hərflərlə. Mətn şəklində olan, baxın bu aşağıdakıdır. Birinci, görürük ki, sözlərlə alqoritm yazılıbdır. İrəli addım at, sola dön, irəli addım at. İkinci, blok sxem şəklində. Blok sxem şəklində, baxın buna uyğundur. Məlum məsələdir ki, blok sxemdə başlanğıc bloku olur, son bloku olur, yerləri də başlanğıc ən başda, son ən sonda. Sonra əmrlər olur. Əmrlərdə məlum məsələdir ki, düzbucaqlı fiqurun içərisində göstərilir. Ən sonda da proqram şəklində var. Bu da ortadakı formaya uyğundur. Proqram şəklində alqoritm kompüterin başa düşəcəyi bir dildir. Məsələn, mətn şəklində olan bu alqoritmi kompüter başa düşmür. Və yaxud da blok sxem şəklində olan bir alqoritmi kompüter başa düşmür, onu biz başa düşürük. Ancaq proqram şəklində olan elə bir alqoritmdir ki, hansı ki biz biraz sinif böyüdükcə orada digər proqramlarda da proqram yazacağıq və görəsiyik ki, o həmin proqramlaşdırma dilləri kompüteri başa salmaq üçündür. Çünki kompüter başa düşəndə prosesi bizdən daha tez icra edir və bizim üçün daha asan olur. Sonra deyilir ki, bu alqoritmdə nə təsvir olunur? Deməli, biz bilirik ki, alqoritmin 3 növü var, düzdürmü? Hansıdır bu növləri? Xətti, budaqlanan və də dövri. İndi biz budaqlanan alqoritmi hardan tanıyırdıq? Bəli, xeyir qollarından və də romb fiqurundan. Düzdür? Dövri alqoritmi hardan tanıyırdıq? Təkrarla sözündən. Təkrarla.
Bir də orada təkrarla sözü altı bucaqlı fiqurun içərisində olurdu. Xətti alqoritmdə isə bunların heç bir olmadığına görə xətti alqoritm sadə bir alqoritm forması idi. İndi baxın bu alqoritmə baxanda bu hansı alqoritmə uyğun gəlir dediklərimizdən. Baxıram ki, burada bəli, xeyir budaqları var və romb fiquru varsa, bu deməli budaqlanan alqoritmdir. Bu alqoritm nə üçün istifadə olunur? Bu alqoritm ondan ötürü istifadə olunur ki, müəllim yarış keçirən zaman sinifi ağıllılar və əlaçılar adlı iki komandaya ayırır. Hansı uşağın ağıllılar, hansıların əlaçılar komandasından olmasını isə şagirdlərin fikrində tutduğu ədədə görə müəyyən edir. Məsələn, şagird fikrində 2-yə bölünən bir ədəd tutursa, o əlaçılar komandasından olur. Yox, 2-yə bölünməyən bir ədəd tutursa, o ağıllılar komandasından olur. Sonra belə bir viktorinamız var. Viktorinada suallar şagirdlərə ünvanlanır və ballar hesablanır. Deməli, birinci sualımız belədir. Deyir ki, skriptə hansı əmr əlavə etmək lazımdır? Skriptə hansı əmr əlavə edilməlidir ki, yaşıl bayraq klikləndikdən sonra pişik salam desin, 50 addım sağa, sonra 100 addım yuxarı yer dəyişimi etsin. Baxın, salam deyir, 50 addım sağa, 100 addım yuxarı yer dəyişimi edir. Ancaq nə olduqdan sonra, yaşıl bayraq klikləndikdən sonra, yəni bu hissədə, bu yuxarı hissədə yaşıl bayraq klikləndikdən sonra olmalıdır. Bu da baxırıq ki, bu variantda özünü göstərir. Düzdürmü? Başqa variantlarda, məsələn, burada yaşıl bayraq mən qəbul edəndə deyə bir cavab var burada. Ancaq axı orada deyilmiş ki, yaşıl bayraq mən qəbul edəndə bu salam desin. Klikləndikdə dediyinə görə, baxın, birincini götürürük və birincinin doğru olduğu burada göstərilir. Sonra baxırıq, deyir ki, bu blok sxemlə təsvir edilən alqoritmi yerinə yetirin. Deməli, sprite kliklənəndə salam deyir və səhnədə gizlənir son. Sonra da son olur. Bu məlum məsələdir ki, xətti alqoritmdir. Hardan bildim? Çünki nə romb yoxdur budaqlanan olması üçün. Ya da təkrarla sözü yoxdur ki, bu dövr olsun. Yəni bu xətti alqoritmdir. İndi görək bu xətti blok sxemlərlə göstərilən alqoritm aşağıdakıların hansına uyğundur? Birinci, sprite kliklənəndə olmalıdır. Baxıram ki, burada sonuncuda bayraq kliklənənədir. Deməli, bu yanlışdır. Sonra, burada mən sprite kliklənib qəbul edəndə. Bu da yanlışdır. Elə bir şey yoxdur axı orada. Sprite kliklənəndə sözü. Birinci ilə ikinci doğru ola bilər. Sonra, baxıram ki, burada gizlət var. Ancaq burada gizləndi, burada göründü. Deməli, bizim orada blok sxemimizdə gizlət olduğuna görə mən gizlən olan cavabı, yəni birinci cavabı doğru götürəsiyəm və görürəm ki, həqiqətən də birinci cavab doğru götürülüb burada da. Sonra, baxın, belə bir şəklimiz var. Deyilir ki, sprite şəkildə göstərildiyi kimi yer dəyişimi etməsi üçün skriptə hansı əmr əlavə edilməlidir? Yəni, 2 dənə əmrimiz var, 1, 2. Bunlardan deyir hansı bu boş ağ yerə əlavə edilməlidir? İndi, baxıram. Deməli, 200 addım atır, 50 addım atır. Sonra da dönür. Deməli, baxın, pişik 200 addım atır. Sonra sola dönür, 50 addım atır. İndi, baxın, təsəvvür edin ki, pişik buradadır və bu tərəfə dönməlidir. 100 addım atması üçün. Bu tərəf pişiyin hansı tərəf olur? Sağı yoxsa solu? Məlum məsələdir ki, bu tərəf soldur, bu tərəf sağdır. Düzdürmü? Ona görə də biz 100 addım tərəfə, yəni bu ox istiqamətində dönmək üçün sola 90 dərəcə dönməliyik. Sol da bilirik ki, bu tərəfdə də eyni mən göstərən kimi. Yəni cavab burada olasıdır. Bu birinci variant. Və burada da görürük ki, sola 90 dərəcə dönmək cavabı düzgün götürülübdür. Və burada viktorinamız yekunlaşır və dərsin özü də yekunlaşır. Ümid edirəm ki, maraqlı dərs oldu. Təkrar olduğuna görə, yəni əslində burada alqoritmin ümumi hər bir, necə deyim, nöqtəsinə toxunulmuşdu. Sağ olun, görüşərik digər izahlarda.